Özünün hazırladığı dəmir alətlə əraziləri gəzərək içməli su mənbələrinin yerini müəyyənləşdirir. Söhbət Tovuz rayon sakini Veysel Qədimovdan gedir. O iddia edir ki, bu üsulla artıq onlarla torpaq sahəsində suyun tapılmasına nail olub. Bu işdə isə ona gördüyümüz dəmir parçaları yardımcı olur. Onun bu peşəyə yönəldən əsas səbəbsə uzun müddət susuzluqdan əziyyət çəkməsi olub. Fəhrad adında bir kişi var idi, ondan öyrənmişəm. Sudan da çox zulüm çəkmişik, yarıda su olmur bizlərdə. Axırı bu çubuqlarla, bu elektromaqni sahəsinə görə, sürtünməyə görə bir-birini çəkir. Suyun yeraltı axımına görə. Onunla da tapdım, quyu qazdıq buradan. 6 metr yarım qazdıq, su çıxdı, sonra da 9 yarım qazmışıq. Bu elektron çubuqdur. Burada maqni sahəsi var. Bu maqni sahəsi də o suyun axımını bildirir. Başqa metalda tərsinə qatlanır, adi dəmirdə, arxaya qatlanır, çölə. Suda irəli qatlanır. Elə çəkiliş apardığımız zaman da müsahibimiz bu çubuqların vasitəsilə su mənbəyinin axtarışına çıxdı. Qatlandı. Suyun xəttini keçəndə də atılacaq. Aydın. Yine qayıtdınız yerinə. Bəli. Bu nə deməkdir? Su 10 metr. Dərlikdədir. Veysel Qədimovun sözlərinə görə su mənbəsinin axtarışlarını relyefindən asılı olmayaraq istənilən ərazidə aparmaq mümkündür. Axın yeri düzgün təyin edildikdə orada kiçik artezyan quyusu quraşdırılır. Bəzənsə qazıldıqdan sonra su əlavə təzyiq verilmədən axa bilir. Göl kimi olanda çubuq qat daxılı 2 metr gedir, 3 metr gedir və onu ayrı 3 yerdən ölçürsən, həmən xətti. Dağlıqda da tapmışam, kətdə də tapmışam, hamısında da iş verir. Yanıldığınız olub mu məsələn? Təsadüfən olub. O elə bir ki, qumsal şeyə düşüb, laya düşüb, dərin olub, dərindən çıxıb. Amma yenə suyu tapır. Bəli, yenə su çıxır. Quyu qazanlar var, yumruq quyu qazan insanlar, onlar onunla məşğul olursa, onlar da qazıyır, su çıxır. Neçə metrə qədər məsələn insan qazar bilir? İnsan 27 metrədə qazan var. Müsahibimiz onu da bildirib ki, Qustar üsullu artezyan quyusunun qazılması 400-1500 manat aralığında dəyişir. Son illərdə susuzluq probleminin daha da kəskinləşdiyini nəzərə alsaq, bu çıxış yolunun nə dərəcədə real olduğu